portreye çevrilecek. Bir iki kəlmə, amma rəsmiyyətdən uzaq ürəyinizdən gələn sözlər deyil. Xalq artisti Afaq Bəşir qızı ötən gün 70 illik yubileyini paytaxt restoranlarının birində təntənəli şəkildə qeyd edib. Bununla bağlı sənətçi və dostları Instagram hesabında paylaşım edib. Afaq Bəşir qızının ad günündə ailə üzvləri, dostları və bir çox sənət adamı iştirak edib. Afaq xanım, mən sizi çox sevirəm. Siz mənə hər zaman öz ana qaydınızı, ana nəvazişinizi göstərirsiniz. Mən qaynana deməyəcəm, çünki həqiqətən o qədər mənim üçün bu yıl xoşbəxt bir gündür ki, mən hər zaman arzu edirəm ki, yanımızda olasan. Bugün əmələrin toyunda inşallah birəmizin başında. Qeyd edək ki, xalq artistinin 70 yaşı avqustun 15-də tamam olub, həm də evliliyinin 45 ili qeyd edilib. Xatırladaq ki, Prezident İlham Əliyev Afaq Bəşir qızını Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə şərəf ordeni ilə təqdim edib.